Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu aziz dostlar. Kur'an'a göre niye insan təkəbbürlü olur? Mövzu bu haqdadır. İnsanın mənşəyini unutması, insana dedik səcdə edin Adəmə. İblisdən başqa hamı səcdə etdi, o təkəbbür etdi. Nankor oldu. Bəqərə surəsi 34-cü ayədə bildirilir. Təkəbbürün ilk nümunəsini iblis göstərdi. O, mən otdan, Adəm isə palçıqdan yaradıldı. Yəni, öz mənşəyinə baxıb üstünlük iddia etdi. İnsan da bəzən eyni səhvi edir. Özünü daha böyük, daha zəngin və vəzifəli görüb başqalarına yuxarıdan baxır. 2. Nəfsin tərbiyəsiz qalması. Ələq surəsi 6-7-ci ayələrində deyilir. Xeyr, insan özünü ehtiyatsız gördüyü üçün azğınlıq edir. Nəfs əgər tərbiyə olunmasa insana sən daha böyüksən deyə pıçıldayar. Bu istək insana özünü Allahdan və başqalarından üstün göstərməyə gətirib çıxarır. 3. Elmin və ya malın yanlış dəyərləndirilməsi. Bilmirəm, bəlkə bu mənim elmim sayəsində mənə verilmişdir. Qəsəs surəsi 78-ci ayədə deyilir. Qarun kimi insanlar öz var dövlətini və biliyini Allaha deyil, öz ağlına bağlayır. Beləcə elmin və malın verdiyi saxta güvən təkəbbürdə olur. 4. Zəifliyi dərk etməmək. İnsana bir zərər toxunduğu zaman bizə dua edər, ancaq nemət verdikdə elə bilir ki, bu onun öz qazancıdır. Zumər surəsi 49-cu ayədə bu haqda bildirilir. İnsan Allahın qarşısında aciz bir varlıq olduğunu unudanda, onda təkəbbür yaranır. Yəni, təkəbbür zəifliyinin görməməyinin nəticəsidir. 5. Qəlbdə gizli qorxu və mənəvi boşluq. Təkəbbür çox vaxt güvən çatışmazlığının maskasıdır. İnsan içində zəif, qeyri-müəyyən və qorxunu hiss etdikdə özünü böyük göstərməklə həmin boşluğu gizlətməyə çalışır. Bu, psixoloji baxımdan nəfsin özünü müdafiə formasıdır.